Peyğəmbərimiz çox gözəl dualar edib. Bir gün sahabilər deyir ki, ey Allah Resulü, o dualar yadımda qalmadı. Peyğəmbər o zaman onlara, Peyğəmbərimizin duaları çox, 40-dan çox duası var Peyğəmbərimizin, müstəcəb dua. Və sığındığı şərlər var 60-dan çox. Hamısı bəzən insan yadında qalmır. O zaman nə dedi Peyğəmbərimiz sahabələrə? Baxın, deyin belə deyin, Allahdan istəyin. Allahım, Məhəmməd Peyğəmbərin səndən istədiyi bütün xeyirləri səndən istəyirik. Məhəmməd Peyğəmbərin sığındığı bütün şərlərdən sənə sığınırıq. Nə gözəl bir dua. Baxın, nə gözəl bir dua. Allahım, yardım istənilən sənsən, mən ancaq sənə güvənmişəm, güc qüdrət sahibi sənsən. Çox rahat bir dua. Bunun içərisində girib, Peyğəmbərimizin Allahdan istədiyi bütün dünya və axirət xeyirləri və sığındığı 60-dan çox şər. Biz ondan danışmışıq. Nədən sığınır Peyğəmbərimin şərlərdən? Elə bu duanla hər zaman bu yığcam ən gözəl duadır. Yəni Peyğəmbərimizin duaları nədir? Müstəcəbdir. Amma sən neysən Rəbbimizə? Peyğəmbər bunu sahabələr öyrətdi. Ey Rəbbim, Məhəmməd Peyğəmbərin səndən istədiyi bütün xeyirlər səndən istəyirik. Sığındığı bütün şərlərdən sənə sığınırıq. Kömək istənməyə layiq olan sənsən. Güc qüdrət sahibi sənsən. Allahım səndən istəyirəm. Peyğəmbərin bütün istəklərini mənə ver. Sığındığı şərlərdənsə məni qoru. Hamısı içərisində gedir. Bu duanı gərək dilimizdən düşürməyək. Gecə, gündüz, səcdəmizdə, hər bir şeydə